Salam əziz izləyicilərimiz, xoş gördük sizləri. Biz bugün Şəmkir rayon Dəllərcəyir kəndində gözəl bir müəllimimizin evində qonağıq. Xoş gördük müəllim sizi. Çox sağ olun, xoş gəlmişsiniz. Çox sağ olun. Yolumuz belə gözəl çəkilişlər olsun. Çox sağ olun, var olun. Müəllimə, adınız, soyadınız? Mərziyə Rəhəmova Qurban qızı. Neçənci ildə anadan olmuşsunuz? 49-cu ildə, 1900. Hansı ali məktəb bitirmisiniz? Hansı ixtisas üzrə dərs demişsiniz? Zərdabi adına Pedaqoji İnstitutun Tarix Fakültəsi. Müəlliməlik fəaliyyətinizə nə vaxt başlamısınız? 71-ci ildə, 1971-ci ildə. Hansı məktəblərdə çalışmısınız? Gələcəyə kənd orta məktəbində. Ümumilikdə neçə il fəaliyyət göstərmisiniz? 45 il idi, 42. 42. Ay maşallah. Fəxri adlarınız, mükafatlarınız olub? Yox, Qabaqsız müəllimə kimi olmuşsunuz. Neçənci ildə təqaüdə çıxdınız? 14-cü ildə, 2014-də. Müəllimə, müəllimlik sizin üçün nə deməkdir? Müəllimlik ən ülvi sənətdir, ən gözəl sənətdir. Nə qədər tələbələr yetişdirmişik. Sizin Şagirdlərimiz olub, gözəl ali təhsilli şagirdlərimiz olub, institutlarda işləyən müəllimlər yetişdirmişik. Nə gözəl. Müəllimlik fəaliyyəti insan üçün ən gözəl arzudur. Ən gözəl peşədir. Çünki yeni nəslin yetişdirilməsində müəllimlər mühüm rol oynayır. Əlbəttə ki, müəllimə, hər bir vəzifə başında əyləşənlər müəllim təhsili görmüş insanlardır. Müəllimlik adı yüksək addır, şərəfli addır. Bəli, həm də çox çətin bir peşədir. Elədir. Müəllimə həyat yoldaşınız əyləşib yanınızda. Mən istəyərdim, müəllim, siz də özünüzü təqdim eləyərdiniz. Adınız, soyadınız? Seyidov Eldar Cəbrayilov. Müəllim, neçənci ildə anadan olmuşsunuz siz? 1950-ci ildə. Məndən böyük deyil, mənim böyük. Elə demə. O təhsillə. Hansı ali məktəb bitirmisiniz müəllim? Hansı ayı? Hansı ali məktəb bitirmisiniz? Hansı ixtisas üzrə dərs demisiniz? Gəncə Zərdabi adına Pedaqoji İnstitutun Tarix Fakültəsi. Hər ikinizdə eyni. Qrupa. Bəli. Hər ikinizdə eyni fənn. Müəllim. Müəllimlik fəaliyyətinizə nə vaxt başlamısınız? 1973-cü ildə. Hərbi xidmətə getdim mən institut qutarandan sonra. Bəli. Bir il hərbi xidmət keçdim. 1973-cü ildə müəllimlik fəaliyyətinə başladım. Çox gözəl. Siz də həmin müəllimə dərs dediyiniz məktəblərdə çalışmısınız hər ikiniz, çiyin-çiyinə yəni çalışmısınız. Ümumilikdə neçə il siz də fəaliyyət göstərmisiniz? Mən 32 il. 32 il. 2005-ci ildə öz ərzəmlə təqaüdə çıxmısınız. pensiya çıxmışam. Çox gözəl. Çox gözəl. Müəllim, inşallah sizi çəkəcəyik, Allahın izniyle işıqlandıracağıq. Neçə evladınız var? 3. 3 evladınız var. Adlarını qeyd eləyək. Seyidov Natiq, Seyidov Natiq, Eldaroğlu. Seyidova Leyla, Seyidov Samir. Çox gözəl. Ümumilikdə neçə nəvəniz var? Ümumilikdə 5. 5 nəvəniz var. Nəticə varmı? Yox. 5'tü hə. İkisi Rusetdə, 6. Biri 6. Aha, biri yaddan çıxmışdı. Aşağıdakı oğlumun qızı yadımdan çıxmışdı. İnşallah Allahın izniyle Allah ömür versin sizlərə. Çox sağ olun. Nəticə də görəsiniz, hətta kötücə də görəsiniz. İnşallah müəllimə sizi çəkdiyi işıqlandıracaq Allahın izniyle. Buradan sizə baxacaqlar. 10 il sonra, 5 il sonra, hətta 20 il sonra Allah ömrünüzü uzun eləsin. Nəticələrinizi, kötücələrinizi, nəvələrinizi, evlatlarınızı hamısını ətrafınıza özünüz yığasınız, baxasınız onlara bizim çəkdiyimiz bizim vasitəmizlə. Onlara nə ürək sözləri bildirərdiniz? Kimə? Evlatlarınıza, nəvələrinizə, nəticələrinizə. Ağıllı olsunlar, xalqımıza layiqli evlad olsunlar, dövlətimizi sevsinlər, dövlətimizin dəyərini bilsinlər. Belə yetişməsi o bizim başucalığımızdır. Bəli, əlbəttə 2 ki. dənə nəvəmiz hərbi xidmətdədir, qoy vətənə şərəflə xidmət etsin. Sağ-salamat qayıtsın, amin inşallah. Biz də buradan amin deyək. Çox sağ olun müəllimə. Təşəkkürümüzü bildiririk sizə. Xatirələrinizi bizimlə bölüşdüyünüz üçün çox sağ olun. Var olasınız. Çox səmimi söhbət oldu. Sağ olasınız. Var olun. Gəldiyiniz üçün təşəkkür edirik. Allah sizləri yaşasın, biz də sizlərə görə həvəslənək yaşayaq. Allah ömür versin. Sizləri görəndə adam coşa gəlir ki, gənclərimiz xoşbəxtdir, biz onların sayəsində həyatda qalmağa çalışaq. Allah ömür versin müəllim. Allah ömür versin. Sizə də Allah ömür versin. Çox sağ olun, var olun.